Çoxalma formalarına baxaq. Birinci sual. Deməli, hansı terminlər yumurta hüceyrə və spermatozoidləri ifadə etmək olar? Bunlar qametlər adlanır. Sonra, timsah yumurtasında bilavasitə parçalanmaya məruz qalır. Ümumiyyətlə, sürünənlərdə, quşlarda biz demişdik ki, ruşeyin diski parçalanmağa məruz qalır. Çünki onlarda yumurta sarısı çoxdur. Üçüncü, dəvəquşu yumurtasında bilavasitə parçalanmaya məruz qalır. Dəvəquşu da quşlara aid olduğuna görə ruşeyin diski parçalanır. Dördüncü, heyvanların cinsiyyət sistemi orqanları hansı ruşeyin təbəqəsindən əmələ gəlir? Bu, mezodermadan əmələ gəlir cinsiyyət orqanları. Sonra 5-ci sual. Ontogenezdə heyvanların postembrional inkişafına neçə növ vardır? Düzünə inkişaf və dolayı inkişaf. Ona görə cavabımız 2. 6. Blastula bilavasitə təşkil olunmuşdur blastomerlərdən. 7. Düzünə postembrional inkişaf müşahidə olunur. Deməli, kəpənəkdə dolayı inkişaf var, qurbağada dolayı inkişaf var. Qaraciyər sorucusunda dolayı inkişaf var, sürfəsi çünki kiprikli və ya quyruqlu sürfəsi olur. Askaridin də sürfəsi var, ancaq hörümçəyin sürfəsi olmur. Birbaşa düzünə inkişafdır. 8-ci sual. İnsanın ontogenezi nəticələnir ölümlə. Deməli, cavabımız A variantı. 9-cu. Əlverişli şəraitdə prokaryot orqanizmin ontogenezi nəticələnir. Prokaryot, yəni bakteriyaların ontogenezi bölünmə ilə sonlanır. Cinsi çoxalma zamanı irsiyyətin maddi əsası harada yerləşir? Bu, cinsiyyət hüceyrələrində yerləşir və ötürülür cinsiyyət hüceyrələri ilə. 11-ci. Bitkilərin yarpaq çilikləri ilə vegetativ çoxalması zamanı onların yarpaqlarında hansı tumurcuqlar əmələ gəlir? Əlavə tumurcuqlar. 12-ci. Bitkilərin kök çilikləri ilə vegetativ çoxalması zamanı onların köklərində hansı tumurcuqlar əmələ gəlir? Yenə əlavə tumurcuqlardır. Həm kökdə, həm yarpaqda əmələ gələn tumurcuqlar. Əgər bitkidə mayalanma getməzsə, nə əmələ gəlməz? Mayalanma getməyibsə, deməli, toxum əmələ gəlməyəcək. 14. Xromosomun ilkin gərilməsi necə adlanır? Sentriomer. İkinci gərilməsindən isə nüvəcik əmələ gəlir. 15. Partogenez baş verə bilər. Partogenez, deməli, mənənələrdə, dafniyalarda, bal arılarında, erkək bal arılarında baş verə bilər. Burada da cavabımız C variantı mənənə. 16. İnkişafı partogenez yolla baş verə bilər. Dafniyada var, amma əməbdə yoxdur. Əməb yoxdur. Erkək bal arısında və mənənədə bəli, ola bilər. Hər ikisində də. 17-ci sual. Toxumluğun yetişmə mərhələsinin sonunda bir ilkin cinsiyyət hüceyrəsindən neçə hüceyrə və neçə qamet əmələ gəlir? Əgər bir başlanğıc hüceyrə daxil olubsa, 4 hüceyrə və yaxud 4 qamet əmələ gəlir. Çünki bu qametlərin hər biri hüceyrə adlanır. Toxumluqdan söhbət gedirsə. Və bizə neçə hüceyrə, neçə qamet əmələ gəldi dediyinə görə cavabımız D variantı. Yumurtalığın yetişmə mərhələsinin sonunda bir ilkin cinsi hüceyrədən neçə hüceyrə və neçə qamet əmələ gəlir? Yumurtalığa bir başlanğıc hüceyrə daxil olanda yetişmə mərhələsinə. Bundan 4 hüceyrə əmələ gəlir. Lakin bunun biri qametə çevrilir. 3-ü yönləndirici cismə. Ona görə, deməli, bizdən əgər hüceyrə sayını soruşursa 4 ədəd, qamet sayını soruşursa 1. 4, 1. Cavabımız Y variantı. 19-cu sualda çox hüceyrəli orqanizmin ziqotdan başlayaraq bioloji ölmə qədər keçirdiyi inkişaf prosesi onun ontogenezi adlanır. 20-ci sual. Postembrional inkişafı dolayı yolla baş verən heyvan. Dolayı yolla baş verənlərə biz həşəratlarda keçmişdi, parabizəndə. Ola bilər, kəpənəkdə ola bilər, ancaq hörümçəkdir, timsahdır, qartal, kərtənkələ. Bunların yumurtadan çıxan balaları özünü oxşadığına görə yetkin fərdə düzünə inkişafla gedir. 21-ci sualda, deməli, bitkinin hansı hissəsindən adətən çilik kimi istifadə etmək olunmur? Çiçəyindən. Çünki zoğundan, gövdəsindən istifadə etmək olar, kökündən, yarpağından çoxalda bilərik çilik kimi. Amma çiçəyi ilə çoxalda bilmərik.
22-ci sualda əksər hallarda bitkilərin hansı hissəsindən çilik kimi istifadə olunur? Əksər, yəni çoxluq halında zoğundan, gövdə çiliyindən biz istifadə edirik bitkilərdə. Ona görə cavabımız D variantı. 23-cü sual. Ziqotun birinci bölünməsi başa çatır. Blastomerlərin əmələ gəlməsi ilə. Doğru variantımız da A variantıdır. 24-cü sualda arılarda erkək fərdlərin inkişafı hansı yolla gedir? Erkək fərdlər partogenez nəticəsində çoxala bilir. Ona görə erkək fərdlər partogenez yolla əmələ gəldiyinə görə cavabımız A variantı. 25-ci sual. Drozofil milçəyinin cinsiyyətini təyin etmək olar. Qanadlarının sayına görə xeyr. X xromosomunun olub-olmamasına görə. Çünki dişi fərdlərdə XX, erkəklərdə isə XY-dir. X-ə baxsaq, hər ikisində var. Ona görə bu deyil. Cinsiyyət xromosomlarının autosom xromosomlarından nisbətinə görə hər ikisində cinsiyyət xromosomları ilə autosom xromosomların sayı eynidir olacaq nisbəti. Cinsiyyət xromosomlarının sayına görə xeyr, bu da düzgün deyil. Amma Y xromosomunun olub-olmamasına görə biz bunun erkək və dişi olduğunu bilə bilərik. 26-cı sualda bu proses nəticəsində infizorların sayı artmır. Baş verən genetik mübadilə nəticəsində fərdlər yeni xüsusiyyətlər qazanır. Demək, infizorların konjugasiya prosesindən gedir söhbət. Cavabımız Y variantı. Çünki konjugasiyada iki infizor bir-birinə yaxınlaşır və nüvə mübadiləsi baş verir. Və beləliklə onların sayı çoxalmır. Sadəcə irsi məlumatın genetik mübadiləsi baş verir. 27-ci sualda yalnız dolayı postembrional inkişaf mərhələsi keçirən heyvanlar hansı sırada qeyd edilib? Gürzə düzünə inkişafdır. Aid deyil. Ancaq qurbağa dolayıdır, may böceyi dolayıdır, öküz soliteri, qaraciyər sorusu. Bunların qeydə olan hamısı dolayı inkişaf yolu ilə əmələ gəlir. 28-ci sualda təkamül prosesində heyvanlarda ruşein təbəqələrinin əmələ gəlmə ardıcıllığı ilk öncə ektoderma əmələ gəlir, sonra endoderma, ən sonda isə mezoderma qat əmələ gəldiyinə görə cavabımız D variantı. 29-cu sualda ektodermadan başlanğıc alır sinir toxuması. 30. Formalaşmasında endoderma iştirak etmir. Deməli, biz burada ektodermanın və mezodermaya aid olan hüceyrələri seçməliyik. Bağırsaq epitelisi endodermadan inkişaf edir. Qaraciyər endodermadır. Ağciyərlərin epitelisi, mədə-altı vəzi, bunlar endodermadan inkişaf edir. Lakin dərinin qatları həm ektoderma, həm də mezoderma mənşəlidir. Ona görə cavabımız B variantı. 31-ci sualda heyvanların mayalanmış yumurta hüceyrəsi parçalanmaya məruz qalarkən enerjini alır. Ətraf mühitdən, bu xeyr, bu yanlış fikirdir. Ana orqanizmdən yanlışdır. Ətraf mühitdən maddələr mübadiləsi yolu ilə yanlışdır. Həm yumurta sarısından, həm də ətraf mühitdən. Ümumiyyətlə, ətraf mühitdən ala bilmirlər. Amma ehtiyat qida maddəsi olan yumurta sarısından alması bu doğru fikirdir. 32-ci sualda qametlər əksər halda bədən hüceyrələrindən fərqlənir, çünki haploid xromosom dəstinə malik olmalarına görə. Çünki somatik hüceyrələrimiz 2N-dir, qametlərimiz isə N xromosom, yəni haploid xromosom dəstinə malikdirlər. 33-cü sualda heyvanların cinsiyyət vəzilərində neçə zona əldə edilir və bu zonalar necə adlanır? 3 zona var: çoxalma, böyümə və yetişmə zonası. Cavabımız A variantı. 34-cü sualda çiçəkli bitkilərin triploid endospermi. Triploid endosperm örtülü toxumlu bitkilərə aiddir və endosperm ehtiyat qida maddəsi toplayar. Deməli, baxaq, ehtiyat qida maddəsi olub özündə yalnız ana orqanizmin irsi xüsusiyyətlərini daşıyır. Bu yanlış fikirdir. Niyə? Çünki triploid endosperm mərkəzi diploid hüceyrənin sperm ilə mayalanmasından əmələ gəldiyinə görə triploid olur. Və burada 2-nin 1 nisbətində ana və ata hüceyrənin xromosom dəsti olur.
Tamamilə deyə bilmərik ki, yalnız ananın xüsusiyyətini daşıyır. Xeyr, həm ananın, həm atanın irsi xüsusiyyətlərini daşıyır. Ehtiyat qida maddəsi olub özündə yalnız ata orqanizmin irsi xüsusiyyətlərini daşıyır. Bu da yanlış fikirdir. Ruşeym olub özündə həm ata, həm ana orqanizmin irsi xüsusiyyətlərini daşıyır. Xeyr, endosperm ruşeym deyil. Ehtiyat qida maddəsi mənbəyi olub özündə həm ata, həm ana orqanizmin irsi xüsusiyyətlərini daşıyır. Bəli, bu doğru ifadədir. Cavabımız D variantı. 35-ci sual. Əgər heyvanın yumurta sarısı çoxlu miqdarda sarıya malikdirsə, onda yumurta sarısına malik olan canlılar, quşlar, sürünənlər, bu ilk məməlilər aiddir ki, bunlarda da ruşeym diski bölünür. Ona görə cavabımız yalnız ruşeym diski bölünəcək. C variantı. 36-cı sualda. Qeyd edilənlərdən hansı səhvdir? Zigot çox hüceyrəlidir. Yanlış fikirdir. Zigot bir hüceyrəlidir. Elə səhv olan ifadə budur. 37-ci sualda. Hansı heyvanlarda mayalamış yumurta hüceyrə tam parçalanmaya məruz qalır? Tam parçalanmaya məruz qalır, deməli, məməlilərdən, sonra neştərçədən. İndi baxaq, quşlar, yumurta qoyan məməlilər, bunlar tam parçalanmaya məruz qalmır. Sürünənlərdə quşlar, sonra sürünənləri çıxsaq, qalır neştərçə, plasentalı və kisəli məməlilər. Bəli, bunlar tam parçalanır. 38-ci sualda. Çiçəkli bitkilərdə spermlərdən birinin mərkəzi hüceyrə birləşməsindən dedik ki, 3N, yəni triploid xromosom dəstinə malik endosperm əmələ gəlir. Cavabımız C variantı. 39-cu sual. Qeyri-cinsi çoxalmada ancaq hermafrodit fərdlər iştirak edir. Xeyr, bu yanlışdır. Ancaq bir fərd iştirak edərək qametlər əmələ gətirir. Qeyri-cinsi çoxalmada qamet əmələ gəlmir. Bu da yanlışdır. İki fərd, erkək və dişi iştirak edərsə spor əmələ gətirir. Yanlışdır. İki fərd, erkək və dişi fərdlər iştirak edərək qametlər əmələ gətirilir. Xeyr, bu cinsi çoxalmaya aiddir. Y. Adətən bir valideyn fərd iştirak edərək ya bölünür, ya tumurcuqlanır, ya da spor əmələ gətirir. Bəli, bu doğru variantdır. 40-cı sual. Əgər qadında 5 eyni yumurta əkizləri doğulmuşsa, tutaq ki, bu bir cifdir. Bunun daxilində 5 dənə əkiz doğulub. Onda mayalanmada neçə spermatozoid iştirak etmişdir? Eyni yumurta əkizlərinin doğulması üçün sayından asılı olmayaraq bir spermatozoid, bir yumurta hüceyrə iştirak edir. Ona görə cavabımız C variantı. Qadının 5 müxtəlif yumurta əkizi doğulmuşsa, onda mayalanmada neçə spermatozoid iştirak etmişdir? Əgər 5 ayrı-ayrı yumurta əkizləri doğulursa, o zaman 5 ədəd, yəni uşaqların sayı qədər spermatozoid və yumurta hüceyrə iştirak edir. 42-ci sualda diploid örtülü toxumlu bitkilərin ruşeym kisəsində mayalanma nəticəsində neçə diploid hüceyrə əmələ gəlir? Örtülü toxumlu bitkilərin ruşeym kisəsində mayalanma nəticəsində bir ədəd 2N olan ruşeym hüceyrəsi əmələ gəlir. Ona görə cavabımız B variantı. 43-cü sualda diploid çiçəkli bitkilərdə bir ruşeym kisəsində 2 qat mayalanma prosesində bilavasitə neçə haploid cinsi hüceyrə iştirak edir? 3 cinsi hüceyrə haploid iştirak edir ki, bunun ikisi spermidir, biri isə yumurta hüceyrədir. Cavabımız A variantı. 44-cü sualda ektodermadan əmələ gəlir damarların və dərinin epitelisi. Xeyr. Bağırsaq və ağciyərlərin epitelisi bu endodermadan əmələ gəlir. Dərinin epitelisi. Bəli, bu doğru ifadədir. 45-ci sualda epitelisi endodermadan əmələ gəlir. Deməli, ağciyərlərin və dərinin deyil, dəri və bağırsağın xeyr, dəri və qan damarlarına bu da aid deyil, çünki dərinin epitelisi ektodermadan əmələ gəlir. Qan damarları və limfa damarlarının bu mezoderma mənşəlidir, ancaq ağciyər və bağırsağın epitelisi endodermadan inkişaf edir. Cavab Y variantı. 46-cı sualda yalnız qeyri-cinsi yolla çoxalan heyvan orqanizmlərində baş vermir. Deməli, qeyri-cinsi yolla çoxalan orqanizmlər mitoz yolla çoxalır.
Amma meyoz yolla çoxalırsa, bu artıq qametlər meyoz yolla əmələ gəlir. Deməli, burada da meyoz baş verməz, çünki mitoz baş verəcək. Və mitozda DNT-nin ikiləşməsi baş verir, çünki interfaza mərhələsində ATF əmələ gəlir, xromosomun ikiləşməsi anafazada baş verir, mitoz özü, bunlar mitoza aiddir. 47-ci sualda zigotun 3 ilk bölünməsi nəticəsində neçə blastomer əmələ gəlir? Zigot bir hüceyrəlidir və mitoz yolu uzunluğa istiqamətdə bölünür 2 hüceyrəyə. Sonra təzədən yenə ikinci dəfə uzunluğa istiqamətdə bölünür 4 hüceyrəyə və eninə istiqamətdə bölünür 8 hüceyrəyə. Bizə ilk 3 bölünmə dediyinə görə birinci bölünmə, ikinci və üçüncü bölünməni biz nəzərə aldıq və burada neçə blastomer əmələ gələr? Cavabımız 8. 48-ci sualda 3 ruşeyin vərəqlərindən hansı üzvlər öz başlanğıcını götürür? Ektodermadan, skelet, əzələ, bütün sinir sistemi, xeyr, skelet və əzələlər ektoderma mənşəli deyil. B. Ektodermadan skelet və əzələlər, hiss orqanları, xeyr, bunlar da aid deyil. Ektodermadan dəri örtüyü, onun törəmələri, ağciyərlər, xeyr, ağciyərlər endoderma mənşəlidir. Ektodermadan dəri örtüyü və onun törəmələri, hiss üzvlərinin başlanğıcı, bütün sinir sistemi, endodermadan bağırsağın epitelisi, həzm vəzləri, ağciyərlər, mezodermadan skelet, əzələlər, qan damarları, böyrəklər və cinsiyyət üzvləri. Bəli, bu doğru variantdır. Cavab D. 49-cu sualda insanın ontogenezində ən gec hansı əmələ gəlir? Peyk hüceyrələri, sinir hüceyrələri yarananda əmələ gəlir. Tük soğanaqları, hətta ruşeyimin inkişafı zamanı 2-3 aylığında insanın bütün bədəni tüklə örtülü olur. Bu da deyil. Yarımkürələr qabığı hüceyrələri də ana bətində əmələ gəlir, sümük hüceyrələrdə. Lakin qametlər artıq cinsi inkişaf mərhələsindən sonra əmələ gəlməyə başlayır. Cavabımız B. 50-ci, spermatozoidin ontogenezi qurtara bilər mayalanma ilə. B variantı.